Əgər Epstein müsəlman olsaydı, indi qulağımız kar olmuşdu. Bir müsəlman görün nə ilə məşğuldur? Susanlar. Bəziləri özünü qoyub görməməzliyə. Gecə gündüz siz demirdiniz, İran dağılır. Bir dənə müsəlman ölkəsində bir dənə oğlan qızı qaçırdı, dedi ki, müsəlman qadınların haqqı tapdalanır. Fələstində 60 min, 70 mindən çox öldürülən körpə uşaqlara, qadınlara, qocalara susanlar indi də susurlar. Özün qoyublar nə? Bilməməzliyə. Niyə? Lap media, mətbuat, jurnalist olsa öz vicdanını pula satanlar var. Hər kəs bir cür satır. Molla var minbərin, imanın, əmmamasını satır. Jurnalist öz qələmin satır. Öz əli ilə yazdığı haqqı satır. Niyə demirsiniz? Niyə danışmırsınız? Uşaq söhbət gedir. Niyə susmusunuz? O biri bir yaxşı şey paylaşmış. Dedi ki, əgər Epstein müsəlman olsaydı, indi gör nə edirdilər. Yahudidir yaxı. Özdə hamısını əli bu cinayətə batıb. Əgər Epstein müsəlman olsaydı, indi qulağımız kar olmuşdu. Bir müsəlman görün nə ilə məşğuldur. Amma hələ təmizə çıxardırlar.